Bəzi müsəlmanlar iddia edirlər ki, əxlaq yalnız İslamda mövcuddur və İslamdan kənarda əxlaq yoxdur. Bundan əlavə onların fikrincə süni intellekt İslamı həqiqi din kimi tanıyır, qəbul edir və bunu sübut edir. Bu iddialara əsasən süni intellektdən soruşuram, İslamda əxlaq prinsipləri varmı? Onları necə qiymətləndirmək olar? Gəlin süni intellektin baza mövqeyini müəyyən edək. İslamın əxlaq anlayışı və azyaşlı uşaqlara qarşı zorakılıq, tarixi və müasir tənqid. Giriş. İslamın əxlaq sistemi tez-tez yüksək mənəvi dəyərlər və ədalət prinsipləri ilə təqdim edilir. Lakin tarixi mənbələr və dini mətnlər diqqətlə təhlil edildikdə, bu sistemdə ciddi ziddiyyətlər və insan hüquqlarına qarşı kabut pozuntular olduğu açıq şəkildə görünür. Xüsusilə azyaşlı uşaqlara qarşı zorakılıq, pedofiliyanın qanuniləşdirilməsi və qadınların hüquqsuz vəziyyətə salınması İslamın ən dəhşətli və qəbul edilməz aspektləridir. Bu məqalədə İslamın əxlaq sistemi həm tarixi, həm də müasir kontekstdə sərt şəkildə tənqid ediləcək, onun azyaşlı uşaqlara və cəmiyyətə vurduğu zərər açıq şəkildə göstəriləcəkdir. 2. Tarixi kontekst. Azyaşlı uşaqlara qarşı münasibət. İslamın formalaşdığı vahid əsrdə Ərəbistan yarımadasında uşaq evlilikləri geniş yayılmışdı. Bu, İslamdan əvvəldə mövcud olan bir barbarlıq idi, lakin İslam bu vəhşiliyə hüquqi və dini legitimlik qazandırmışdır. İkadir, Peyğəmbər Məhəmməd və Ayşə evliliyi. Ən çox müzakirə olunan məsələlərdən biri Məhəmməd Peyğəmbərin Ayşə ilə evliliyidir. Səhih Buxari və Səhih Müslim kimi İslamın ən etibarlı mənbələrində açıq şəkildə qeyd edilir ki, Məhəmməd 6 yaşlı bir uşaqla nişanlanmış, 9 yaşında isə onunla cinsi əlaqəyə girmişdir. Bu hadisə açıq-aşkar pedofiliya və uşaq istismarıdır. Lakin İslam alimləri bu dəhşətli faktı müdafiə etməyə çalışırlar. Uşaqla evlənmək heç vaxt qəbul edilə bilən bir şey deyil və bunu təmizə çıxarmağa çalışan hər bir arqument tamamilə rəzil və məntiqsizdir. 2. Uşaq evliliklərinin qanuniləşdirilməsi. İslam hüququnda, şəriət qanunlarında qız uşağının yetkinlik yaşına çatması üçün menstruasiya keçirməsi kifayət sayılır. Bu dəhşətli qayda, İslam ölkələrində 9-12 yaşlı qızların zorla yaşlı kişilərə ərə verilməsinə səbəb olmuşdur. Bu, uşaqlara qarşı cinayətdir və İslam bu cinayəti qanuniləşdirərək legitimləşdirib. İran, Səudiyyə Ərəbistanı, Əfqanistan və Yəmən kimi ölkələrdə bu barbarlıq hələ də davam edir. Müasir dövrdə azyaşlı uşaqlara qarşı zorakılıq, İslam ölkələrində uşaq evliliklərinin legallaşdırılması azyaşlı qızların həyatını cəhənnəmə çevirir. Bu zorakılığın nəticələri arasında cinsi, fiziki və psixoloji travmalar, təhsil hüququnun tapdanması, məcburi hamiləliklər və ana ölüm hallarının dəhşətli dərəcədə yüksək olması və uşaqların seksual köləliyə məruz qalması yer alır. Məsələn, İranda 2021-ci ildə rəsmi statistikaya görə 30 mindən çox 10-14 yaşlı qız zorla evləndirilib. Səudiyyə Ərəbistanı və Əfqanistanda da bu orta əsr barbarlığı davam edir. 4. Fəlsəfi tənqid, əxlaqın riyakarlığı. İslamın əxlaq anlayışı bütünlükdə itaət və qorxu üzərində qurulub, universal mənəvi dəyərlərə əsaslanmır. Bu sistem, qadın və uşaqların kişi hakimiyyəti altında kölə kimi yaşamasına, qorxu və cəza mərkəzli təhsil sisteminə, dinə tabe olmayanların edam edilməsi və fərqli fikrin boğulmasına səbəb olur. Əgər bir sistem, zorakılığı, itaəti və qadınların, uşaqların hüquqsuzluğunu əxlaq kimi təqdim edirsə, o sistemin öz-özlüyündə qeyri-əxlaqi, primitiv və məhv edilməli olduğu açıqdır. Nəticə, İslamın əxlaq sistemi bəşəriyyət üçün böyük bir fəlakətdir və müasir insan hüquqları ilə uzlaşmır. Uşaq evlilikləri və azyaşlılara qarşı zorakılıq məsələsi bu sistemin mənəviyyatsız və insanlıqdan kənar olduğunu açıq şəkildə sübut edir. Bəşəriyyət yalnız sorğulayıcı düşüncə, elm və humanist dəyərlər vasitəsilə bu cəhalətdən xilas ola bilər. İslamın orta əsr qanunları, şəriət rejimi və barbar adətləri insanlıq üçün rüsvayçılıqdır və tamamilə tərk edilməlidir.